Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov azadlığa buraxılıb. Müğənni cəzasının bitməsinə 6 ay qalmış amnistiya düşərək cəzadan azad olunub. Xatırladaq ki, Elmir Qəhrəmanov 2025-ci ilin fevralında Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə əməlinə görə saxlanılmışdı. O, məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında ötən ilin sonundan icra edilən amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasına azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azadlılacağı, 7 mindən çox məhkumun azadlığı məhdudlaşdırılması cəzasından 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətinə azad ediləcəyi proqnozlaşdırılır. Bu prosesin icra müddətinə 4 ayı əhatə edəcəyi bildirilir.